Seanslarda en az 21 günlük proqram götürməlisən deyəndə niyə görə bizim məntiqimiz 21 ay başa düşür və çox uzun və dəhşətli və görəsən bu 21 ayda hansı böyük bir dəyişim olacaq həyatında? Əslində nədir? Bunu izahlı lövhədə edim ki, görəndə insan daha yaxşı başa düşür nəyə ki beynində yaratdığı fantaziya. 21 günlük proqram əslində sənin həyatını dəyişməkdirmi? Tamamilə başqa dəyişdin, başqa bir insan oldun deməkdirmi? Yoxsa nə? 21 gün heç bir ayda etmir. Bir aydan az proqramda insana psixologiya üzrə hər hansı bir problemi dəyişməsən, psixoloqa gedərək bir problemi dəyişmək üçün əslində sən o problemi ilk başladığın gündən nə qədər zaman və içində olmusan, həll etmə bilməmisən, bir problemdən çıxış olmayıb, o qədər zaman sərf etməlisən. Məsələn, uşaqlarda illərlə psixoloji mərkəzlərə gedirlər, bir nəticə ala bilmirlər. Gəlib seansı yazılan kimi 21 günə tamamilə bütün problemlər həll olunacağını düşünür və sonunda görə bir yerə gəlibdir. Biraz deyir ki, istədiyim kimi olmadı, belə elə. Nədir bu əslində? 21 ay deyil bu, 21 gündür. Lövhədə bu sentimi izah edəndən sonra sizə də izah etdim. Bəzi insanlarda izah etmək üçün danışmağa və yazmağa ehtiyac var, deyəmi? Yazmağa ehtiyacı olan şuuraltını belə izah edim ki, hər kəs aydın olsun. Əslində 21 günə mi yeni bir dövr başlayır? Yoxsa 63 və ya 66 günə? Niyə? Çünki birinci təməl şuuraltı. Iceberg'in görünməyən yeri. Nədir? Bu fundamentdir. Biz ilk öncə bir fundament qoyduq ki, təməl qoyduq. İlk başladıq, 2-3 gün və yaxud da bir həftə çox yaxşı gedir, hər şey super və dayanmaq istəyirik. Yox, olmadı, yox, mən istədiyim kimi görsənmədi, mən istədiyim neysə, psixoloji panik atak, takıntı, OKB, nitq, davranış, istənilən psixoloji problemlə bağlı, yəni ilk yaxşı idi, sonra alınmadı. Niyə? Sonra şuuraltı geriyə deyirdi, bəsdir, öyrəndiyin davranışı geriyə çək, lazım deyildi, bəsdir. Amma əslində bu fundament 14 və 21 gün ərzində yaranır. Sonra sən elə bir boşluğu keçirsən ki, yəni boşluq tamamlanır 21 gündə, sən geri qayıtmayacaq bir davranış əldə edirsən. Yəni 21-ci gündə sən yeni bir davranış, yeni bir geri qayıtmayacaq şuuraltıya yeni bir davranış. Məsələn, sən arıqlamaq istəyirsən, deyirsən ki, 3 gün əla idi hər şey məyim. Məsəl üçün 7 gündən sonra geri qayıtdım, təzədən başqa dietanı edeyim, başqa bir idmana başlayım, kitab oxuma vərdişinə başlayım.